Azərbaycanlıların dərin ehtiras və həyəcanla icra etdiyi bir proses var ki, bu dilimizə çox unikal bir söz qazandırıb. Dinşəmək. Əgər hal-hazırda təksinizsə və yanınızda heç kim yoxdursa, gəlin dinşəməyin nə olduğunu aydınlaşdıraq. Dinşəmək qulaq asmaq mənalı dinləməklə eyni kökdən gəlir, amma bu adi qulaq asmaq deyil. Dinşəyən dərin sək-səkə həyəcan içərisində olur və bu zaman qarşı tərəfin dinşəyəndən xəbəri olmur. Situasiyaya uyğun ən gözəl nümunələrdən biri Vilayət Hacıyevin tərcüməsindəki Sveqin məşhur Vaterlo döyüşü və Dünyanın taleyi novellasıdır ki, burada Marşal Qurumçuya atəş açılandan sonra kəstirə bilmir ki, Napoleonun köməyinə getsin, yoxsa onun əvvəlki əmrinə itaat edərək yerindəcə gözləmə mövqeyində qalsın. Qeyd edim ki, bu söz hal-hazırda dialoq hesab edilir və ədəbi dildə konkret ekvivalenti, qarşılığı yoxdur. Bədii ədəbiyyatda isə dəfələrlə qeydə alınır. Maraqlıdır ki, bu sözün gözlə icra edilən versiyası pusmaq və ya pusqu adlanır. Maraqlıdır ki, dinşəməzin inkarda işlənən versiyası vetsizliyi ifadə edir. Yəni, dinşəmə özü qarşı tərəfi dərin həyəcan, maraq içərisində anlamaya çalışmaqdırsa, inkarda işlətdikdə qarşı tərəfə qarşı vetsizlik, biganəlik, laqeydlik mənası yaranır. Məşhur Aşıq Ələsgərin Dinşəməz halalı haramı dağlar misralarında da məhz bu məzmundadır. Maraq üçün qeyd edim ki, ingiliscəsində də buna bənzər bir söz var, eavesdrop. Bu keçmişdə evin divarlarından yağışın süzüldüyü yerdə dayanaraq evin içərisini gizlicə dinləyən insanlardan formalaşıb. Həmçinin eavesdrop sıxıntıları anlayışı var ki, bu da Kral 8-ci Henrikin dövründə öz müxaliflərinə gözdağı vermək üçün sarayın divarlarına vəhşətli insan və heyvan fiqurları yerləşdirilir ki, bununla onlara danışanda sözlərinizə fikir verin. Çünki hətta divarların da qulaqları var, mesajı verilsin.